Salam əziz şagirdlər, mən Əliyeva Əminə. Gəlin birlikdə 4-cü siniflər üçün monitorinq tipli testləri işləyək. Bir ədəd 6-ya bölündüyündə qalıq aşağıdakılardan hansı ola bilməz? Biz demişik ki, qalıq heç vaxt böləndən böyük ola bilməz. Bölənimiz 6-dır. Deməli, variantlara baxanda 6-dan böyük ədəd heç vaxt ola bilməz. Variantlardakı D variantındakı cavab heç vaxt ola bilməz. Çünki 7 6-dan böyükdür. Amma digər variantlar 3, 5, 2 bunlar 6-dan kiçikdir. Qalıq heç vaxt böləndən böyük ola bilməz. 10-cu məsələ. Çəmənlikdə olan qoyunların sayı 55. Keçilərin sayı isə bunun 5-də x qədərdir. 55-in 5-də x-ini tapmaq üçün 55-i 5-ə bölüb 2-yə vururuq. Cavab edir 22. Yəni, keçilərin sayı 22-dir. Ümumi çəmənlikdə neçə malqara var? 55 qoyundur, 22 isə keçi. Cəmi 77 malqara var. A variantı. Keçirik növbəti suala. 11-ci sualımızda deyir. Restoranda 3 pizza 57 manata, 3 pizza 57 manat. Əgər 2 pizza alınarsa, Ruslan nə qədər pul ödəməli olar? Əgər bir pizzaya 57, daha doğrusu 3 pizzaya 57 manat ödəyirsə, bu pizzalardan ikisini almağının qiymətini hesablayacaq. Deməli, biz hesablamalıyıq ki, ilk öncə 3 pizza əgər 57 manatdırsa, bir pizzamız nə qədər edir? Bunun üçün də tənlik üsulundan 3x bərabərdir 57 yaza bilərik. Buradan da x-imizi rahatlıqla tapırıq ki, 19-dur. Əgər bir pizzanın qiyməti 19 manatdırsa, 2 pizzanın qiyməti nə qədər edir? 2 pizzanın qiyməti 19-u 2-yə vuraraq cavab edər 38.